Aha, başlattım kaydı. Başlayaq liderlər. Məncə xeyli zaman keçdi. Başlayaq mı? Gəlir səsim? Bəli, dedim, gəlir. Aha. Deməli, xanımlar, ilk öncə axşamınız xeyir olsun. İstəyirəm özümü təqdim eləyəm. Adım Nübar Quluzadə. Deməli, bu Home Life şirkətində artıq 1 il yarımdır ki, fəaliyyət göstərirəm. İndiyə kimi ən yüksək rütbəm kuvars rütbəsinə qədər yüksəlməyi bacarmışam və bugün mən sizə müsahibə mövzusunda təlim keçəcəm. Necə müsahibə keçirik, müsahibənin xırdalıqları və həm yeni gələnlər üçün, həm də burada olub müsahibə barədə çətinlik çəkən bütün partnyorlarımız üçün düşünürəm ki, faydalı olacaqdır. Əgər kimsə götürməyibsə, mütləq şəkildə dəftər qələminizi götürün, çünki xeyli qeydlər aparacağıq. Deməli, ilk öncə istəyirəm başlayam. Müsahibə nədir? Müsahibə sizin insanlara işi təqdim etmə formanızdır. Yəni bir insana müraciət eləyirsiniz işlə bağlı və yaxud da ki, bir insan sizə işlə bağlı müraciət eləyir, məlumat almaq istəyir və sizin o məlumatı vermə formanıza müsahibə deyirik biz. Ola bilər yeni gələnlərimiz var, bilmir müsahibə nədir. Bunun üçün istədim izah eləyəm və müsahibə zamanı bugün biz sizlə öyrənəcəyik müsahibə hansı formalarda olur. Ümumiyyətlə, yəni görünən bütün formaları izah eləyəcəm. Yazılı müsahibə var, səsli və birbaşa kontakt vasitəsilə, yəni zəngli yaxud da canlı müsahibə deyirəm mən buna. Bu şəkildə müsahibə formaları var. Ən uğursuz olanı düşünürəm yazılı müsahibədə. Əgər kimsə bunu eləyirsə, heç kimə yazılı şəkildə məlumat verməyi məsləhət görmürəm. Ola bilər ki, sizin hansısa zaman insan müraciət elədi sizə işlə bağlı və sizin həmin vaxt səs atmaq bir imkanınız yoxdur. Sadəcə o insana yaza bilərsiniz ki, hal-hazırda müsait yerdə deyiləm, sizə gün içərisində cavab verəcəm. Bu qədər. Yəni, siz artıq məcbur deyilsiniz ki, həmin vaxt o insana, belə deyək də, səsli müsahibə keçəsiniz. Və bəzən də xanımlarda belə bir yanlış olur ki, xüsusən yeni gələnlər bu səhvi eləyirlər ki, insanlara sadəcə götürürlər, müsahibə mətni necə var, göndərirlər. Belə deyək də, məlumatları yazılı formada. Bu da yanlışdır. Çünki zaten qarşımızdakı insanlar demək olar ki, %90%, 95% o mətni oxumur. Çünki hal-hazırda gəlib nəzərə alaq ki, hətta səsləri belə insanlar çalışır 2x ilə dinləyə. Yəni, özümüzdən gəlin nümunə götürək. Buna görə ən uğursuz formadır bu. Yəni, bunu kimlərsə edirsə və nəticə almırsa, artıq bilsinlər ki, nəticə almamaq səbəbi budur. Düşünmürəm ki, bu şəkildə müsahibə keçib nəticə alan insanlar var. İkinci forma, deməli, səsli şəkildə məlumat verməkdə əslində çox yayılıb, çox aktualdır. Amma mən hal-hazırki dövr üçün bunu da uyğun hesab eləmirəm. Təbii ki, verə bilərsiniz. Səsli formada müsahibələr keçib uğurlar əldə edən insanlar var, uğurlu olan insanlar var. Mənim özüm də zamanında bunu eləmişəm və hal-hazırda da müəyyən zamanlarda eləyə bilirəm. Amma bunu da hal-hazırki dövr üçün aktual hesab eləmirəm. Çünki, baxın, hal-hazırda elə bir dövrdə yaşayırıq ki, özümüzü daimi şəkildə inkişaf elətdirməliyik və bizim üsullarımızı da daimi şəkildə biraz müsbətə doğru inkişaf elətdirmək lazımdır. Baxın, hal-hazırda fikirləşin ki, nə qədər insanlar çalışır Azərbaycanda, deməli, şəbəkə biznesi ilə və hər kəs səsli şəkildə zaten müsahibə keçir. Hətta müsahibənin səsini yazdırıb, doğru qəbul eləmirəm, bunu ən yanlışlardan biridir. İnsanlara göndərənlər belə var. Amma bayaq dediyim kimi, hətta indi bu dəqiqə insanların böyük əksəriyyəti sizin atdığınız o müsahibələri 2x ilə dinləyir, yaxud heç dinləmir də axıra qədər, səbri çatmır. Ona görə bu üsul da hal-hazırda o qədər də yüksək nəticə vermir. Təbii ki, nəticə alanlar dediyim kimi ola bilər, amma ki, bundan daha da çox yüksək nəticə ala biləcəyiniz bir üsul barədə danışacağım müsahibədə. Bu zəngli, yəni canlı müsahibədir. Ən uğurlu müsahibə forması hesab eləyirəm mən canlı müsahibəni. Nəyə görə ən uğurlu müsahibə forması hesab edirəm? Canlı müsahibə deyəndə fikirləşməyin ki, təkcə o insanla üz-üzə görüşərək müsahibədən söhbət gedir. Tək bu deyil, təbii ki, üz-üzə müsahibə çox-çox mükəmməldir. Amma
canlı müsahibə deyəndə həmçinin də sizin zəngləşmə formasında fərqi yoxdur. Görüntülü zəng yaxud adi zənglə etdiyiniz müsahibə də nəzərdə tutulur canlı müsahibə. Və canlı müsahibə zamanı canlı müsahibə sizə nə qazandırır? İndi bu barədə danışacağam sizə. Birinci olaraq, baxın, nəzərə alın ki, o insanın sizin səsinizi 2x ilə dinləmək imkanı yoxdur. Yəni o insan canlı müsahibə zamanı məcbur olur sizi rahat şəkildə dinləsin. Sizi dinləyir. İkincisi, qarşı tərəflə siz birbaşa kontaktda olursunuz. Yəni o da sizə fikirlərini aydın şəkildə çatdırır. Siz də ona fikirlərinizi aydın şəkildə çatdırırsınız. Məsələn, onun hansısa sualı varsa anında həmin sualını verir. Siz də ona hansısa nələrsə soruşmaq istəyirsinizsə, anında o insandan soruşa bilirsiniz. Və bu da təbii ki, sizin həm zaman itkinizi azaldır, həm də daha belə deyək də, daha uğurlu nəticə almağınıza kömək eləyir. Və bir məqamı qeyd eləyəcəm. Zaman itkinizi həm də niyə azaldır? Baxın, bəzən müsahibə keçirik bir insana. Deyək ki, səs atırıq, o insandan qarşılıq gözləyirik ki, hə, bu mənə nə vaxt cavab verəcək? 1 saat, 2 saat keçir, həmin insan sizin o tanışlıq səsinizə cavab verir. 1 saat, 2 saat keçir, bir də baxırsan ki, sizin atdığınız müsahibənin səslərini dinləyir, atdığınız şəkilləri izləyir. Bir də görürsünüz ki, heç insanlar yoxa çıxır, günlərlə cavab vermir. Bir neçə gündən sonra gəlir sizə cavab verir ki, hə, bəs mən atdığınız səsləri dinlədim, bu nəticəyə gəldim. Heç bəzən də cavab gəlmir. Amma canlı müsahibədə belə bir məqam yoxdur. Çünki siz qarşı tərəflə birbaşa kontaktdasınız, o insan sizi dinləyir və həmin anda sizlə artıq diyaloqa keçir. Və belə deyək də, bu şəkildə də siz daha çox nəticə ala bilərsiniz. Mən özümün üzərimdə keçdiyim statistikadan deyəcəm. Yəni, özümün hal-hazırda komandamda da, özümdə də izlədiyim statistikanı deyəcəm. Məsələn, normalda adi müsahibədən, yəni səsli müsahibədən alırıqsa 10-15 dənə müsahibədən bir qeydiyyat, amma canlı müsahibə zamanı siz 5 dənə də, 6 dənə də müsahibədən bir dənə qeydiyyat eləyə bilərsiniz. Hətta 2-3 qeydiyyat belə eləmək olur. Baxır sizin necə məlumat verməyinizi, təbii ki, bunu da öyrədəcəm. Bu daha çox, yəni nəticə imkanı deməkdir. Həm də canlı müsahibə zamanı siz etirazları anında qarşılaya bilirsiniz. Məsələn, baxın, bir insan, deyək ki, səsli şəkildə ona müsahibə atmışsınız. O insan bunu dinləyir. Bəzən olur ki, insanın etirazı olur. Məsələn, o eşidibdir Home Life barədə, nəsə negativ eşidib. O insan sizə cavab vermir. Cavab vermir və yoxa çıxır gedir. Artıq, bəzən hətta siz sonradan yazsaz belə sizi cavablamır. Amma canlı şəkildə, yəni zənglə danışdığınız anda, məsələn, o insan sizi dinləyir və hansısa, mən sonda bildirirəm ki, məsələn, məlumatları dinlədiniz, nə anladınız, yaxud da ki, sizə işin hansı tərəfi maraqlı gəldi, yaxud işi necə qiymətləndirdiniz, necə dəyərləndirdiniz, o insan anında sizə əgər hansısa etirazı varsa, məsələn, nümunə deyəcəm indi bir dənə, deyək ki, deyir ki, aha, mən dinlədim məlumatlarınızı, amma düşünürəm ki, bu iş mənə uyğun deyil. Artıq siz həmin o mənə uyğun deyil etirazını anındaca qarşılayırsınız. Yaxud deyir ki, mən düşünürəm ki, mən bu iş haqqında eşitmişdim, amma inanmıram belə şeylərə. Siz həmin anında qarşılayırsınız onun etirazının cavabını və təbii ki, anında doğru şəkildə qarşılatdıqda o insanın etirazını belə deyək, qarşılamış olursunuz. Başqa etirazları varsa da cavablamış olursunuz və daha tez qeydiyyata çevirə bilirsiniz. Amma normalda bəlkə də o insana səsli məlumat versəydiniz, o yoxa çıxıb gedəsiydi. Heç sizin o etiraza cavabınızı dinləməyəsiydi. Yəni, bu tərəfində nəzərə almaq lazımdır. Sonra, müsahibəyə hazırlıq mərhələsindən danışmaq istəyirəm. Baxın, dediyim kimi, mənim uğurlu hesab elədiyim zəngli müsahibədir və bugün sizə əsasən zəngli müsahibə üzərindən danışacağım ki, zəngli müsahibəni necə keçirik, zəngli müsahibədə, yəni ümumiyyətlə müsahibədə hansı səhvləri etmək olmaz, nələri etmək olar. Ola bilər ki, nələrsə sizə uyğun olmasın izah elədiklərimdən, amma dediyim kimi, öz təcrübəmi mən burada bölüşürəm. Ona görə öz təcrübəmdə yoxladığım və nəticə aldığım məqamları deyəcəm. Müsahibəyə hazırlıq nədir? Hər bir yeni gələn partnyor və yaxud da ki, artıq müsahibə keçməyə başlayan partnyor bu mərhələləri bilməlidir. İlk öncə, yeni gələnlərimizin ən böyük yanlışı olur ki, gəlir, öyrənməmiş, hələ işə öyrənməmiş, işin necə izah eləyəcəyini, necə təqdim eləyəcəyini öyrənməmiş, qaçır tez, belə deyək də, insanlara başlayır başa salmağa işi.
başlayır başa salmağa və təbii ki, bəzən də yanlış izahlar verir və yanlış dəvətlər eləyir ki, gələn insanlar yaxud da ki, negativlərlə, belə deyək də, gəlib eyni hallarla qarşılaşmayanda negativə düşürlər, yaxud da ki, qeydiyyatları alınmır həmin insanı və düşünür ki, mənim nəticəm olmadı. Buna görə də ilk öncə müsahibəyə başlamazdan öncə müsahibənin gedişatı, müsahibə necə keçilməlidir, bunları öyrənmək lazımdır. Öyrənmədən başlamaq doğru deyil. Demirəm ki, hər kəs professional olacaqdır. Professional olacaq deyə bir şey yoxdur. Çünki sizin birinci keçdiyiniz müsahibə ilə 100-cü keçdiyiniz müsahibə arasında çox böyük fərq olacaqdır. Özünüz də oturub həmin müsahibəni sonradan dinləsəz, nə qədər daha inkişaf elədiyinizi, yaxud ilk gün keçdiyiniz müsahibədən bir ay sonra, bir il sonra nə qədər müsahibəni inkişaf elətdirdiyinizi, ümumiyyətlə işin hər tərəfində belədir. İnkişaf elətdirdiyinizi özünüz görəcəksiniz. Bundan başqa ən azı həmin insan ilk öncə öyrənməlidir nələri? Müsahibənin ilkin gedişatı necə olur? Nədən başlamalıyam? Nə izah eləməliyəm? Və belə deyək də, bir də ən belə deyək də çox qarşılaşdığımız etirazlarla ən azından həmin insan tanış olmalıdır ki, yəni sponsor, belə deyək də, bunu da adətən sponsorlarımız, bizi öyrədən insanlar eləyir ki, ən belə deyək də, aktual olan, ən çox qarşılanan etirazları göstəririk, atırıq xanımlara, öyrədirik ki, bax sən bu etirazlarla qarşılaşdıqda düşünmə ki, sən də artıq o insan mənə yox deyir. Sən düşün ki, bu etirazlar, yəni sən onları doğru şəkildə cavablayıb o insanı uğurlu nəticə əldə edə bilərsən. Xanımlar, səsim gəlir. Məndə görüntü falan görmürəm slaytlara görə. Səs var? Aha. Sonra bundan əlavə olaraq etirazların yeni gələn insana, ümumiyyətlə müsahibədə olan hər insana bunu öyrətmək lazımdır və bunu bilməlidir ki, həm etirazların heç biri sənin şəxsinə qarşı yönəlməyibdir. Çünki əksərən xanımlarımızın, mən bunu öz komandamda da yaşamışam, ən böyük yanlışları o olur ki, etirazla qarşılaşırlar və həmin etirazın özünə doğru yönəldiyini düşünürlər. Yəni, onun şəxsinə doğru yönəldiyini. Əslində isə bizim şəxsimizlə o insanın bir problemi yoxdur. O insan sadəcə işə qarşı fikirlərini bildirir və bu normal haldır ki, bu istəyir şəbəkə biznesi olmasın, başqa bir iş olsun. Ona qarşı da insanların etirazı ola bilər. Məsələn, belə deyək də, bir müəllimlik sahəsinə qarşı da etirazı ola bilər ki, məsələn, insanların maaşı azdır, yaxud başqa bir sahəyə qarşı da etirazı ola bilər ki, bu sahənin iş saatı çoxdur. Yəni, bu normal bir haldır və insan buna hazır olmalısınız ki, artıq insanlar sizə etiraz edən zaman negativə düşməyəsiniz və artıq özünüzü, belə deyək də, psixoloji olaraq yormayasınız. Burada növbəti bir mərhələ etap yazmışam, psixoloji hazırlıq. Baxın, bu psixoloji mərhələmizdir. Hər bir müsahibə keçən insan həmin müsahibəyə psixoloji formada hazır olmalıdır. Psixoloji hazırlıq nədir? Yəni sənə qarşı olan etirazları özünə yönəlmiş hesab eləməməlisən. Aldığın yox cavabını artıq düşünməməlisən ki, hər kəs yox deyəcəkdir. Yaxud bəzən xanımlarımızda belə hal olur, bir dəfə, iki dəfə eyni etirazla qarşılaşırlar, ard-arda, artıq onu beyinlərinə salırlar ki, ayda hamı bu cavabı verir. Mən ən çox deyirəm ki, ən çox eşitdiyimi deyəcəm variantı sizə. Deyirlər ki, hamı home life-dadır, heç kəs home life istəmir, hamı home life-dan qaçır. Yalandır bunun hamısı. İnanın bu dəqiqə, hətta home life-la keçdiyim müsahibələrdə bunu görmüşəm. Home life barədə məlumatı olmayan, hətta şirkətin adını eşidib, məhsullarını istifadə edib, iş imkanı ilə tanış olmayan yüzlərlə insanlar var. Hətta minlərlə insanlar var. Elə insanlar var ki, baxın, bu gün elə bir xanımla zəngləşmə eləmişdim. Xanım mənə dedi ki, mən xanıma bildirdim, şirkət haqqında home life barədə eşitmişsiniz, ilk olaraq sual verdim. Xanım bildirdi ki, xeyr, eşitməmişəm. Dedim, heç məhsullarını da istifadə eləməmisiniz, qarşınıza çıxmayıb ətrafınızda falan məşğul olan. Dedi, əslində ətrafımda satışın eləyənləri görmüşəm, amma bu mənim sahəm olmayıb deyə də, belə maraq dairəm olmayıb deyə mən onu maraqlanmamışam heç. Və baxın, İnsanların maraq dairəsi fərqli-fərqli ola bilər. Yəni, hər kəs şəbəkə biznesini tanıyacaq deyə, yaxud home life-ı tanıyacaq deyə bir şey yoxdur. Bu dəqiqə Azərbaycan əhalisinin çox cüzi bir hissəsi hal-hazırda home life şirkətindədir. Bunu nəzərə alaraq çalışmaq lazımdır. Baxın, psixoloji hazırlıq budur. Eyni zamanda
insanları, mən düşünürəm bunu ilk öncə yeni qoşulan insanlara sponsor bildirməlidir ki, sən psixoloji cəhətdən bu hallarla qarşılaşacaqsan. Yəni sən etirazla da qarşılaşacaqsan, sənə yox deyən də olacaqdır, sənə belə deyək də home life istəməyənlər də olacaqdır, şəbəkə biznesində istəməyənlər olacaq. Bu psixoloji hazırlıq mərhələsidir. Bundan başqa İnsanlar yoxlara hazır olmalıdır. Bunu da təbii ki, əvvəlcədən hazırlamaq lazımdır ki, statistikanı sadəcə bildirmək lazımdır partnyora ki, bax, sən deyək ki, 10 dənə, 15 dənə, 20 dənə müsahibə keçəcəksən, oradan sənə sadəcə 20% insan hə cavabı verəcək. Məsələn, sən 10 dənə, 15 dənə müsahibə keçsən, oradan səni 1 dənə, 2 dənə hə cavabı ala bilərsən. Hətta o hə alanlardan belə, hə cavabı aldıqlarından belə, qeydiyyat olanlardan belə elə insanlar olacaq işləməyəcəkdir. Gəlib bu işin imkanları başa düşməyəcəkdir. Ona görə insanları yoxlara hazır eləmək lazımdır ki, artıq o insan əvvəlcədən hazır olduqda bu hala artıq o qəbul eləyəcəkdir ki, hər kəs mənə hə deməyəcək. Və gəlib müsahibədə yox cavabı aldıqda həmin insan həvəsdən düşüb, adətən görürük də yeni gələnlərimizdə tez həvəsdən düşüb yoxa çıxırlar. Bu hallar baş verməyəcəkdir, daha az baş verəcək deyək. Bu da başqa bir hazırlıq mərhələsidir. Məncə hazırlıq mərhələsi barədə bu qədər yetərlidir. Biraz istəyirəm danışam, müsahibə zamanı necə keçməliyik, müsahibəni hansı məqamlara diqqət etməliyik. İlk öncə ən çox gördüyüm yanlışlardan biri müsahibəyə başlayan insanın səhv özünü təqdim etmədən, qarşısındakı insanı tanımadan başlayıb müsahibə keçməsidir. Hətta ən gülməli hal deyərdim ki, bunu başqa şirkətlərdən mənə iş təklifi eləyənlər belə olubdu ki, xanım özünü təqdim eləmədən başlayıb birbaşa iş təklifinə. Sizcə bu professionaldırmı? Məncə professional deyil. Çünki ən azından hansı işə gedirsən get, birinci növbədə sənin adını soruşurlar, ya xanım kimsiz, yaxud bəy kimsiz də belə deyək. Özünüzü təqdim eləyin, CV veririk, gedirik iş yerlərinə və burada da ilk öncə özünüzü tanıtmalısınız və qarşınızdakı insandan özünü tanıtmasını istəməlisiniz. Bununla bağlı xanımlardan ən çox eşitdiyim etirazlar var ki, mən özümü tanıdırım, amma qarşımdakı insan mənə cavab vermir, özünü təqdim eləmir. Deyirsiniz, birinci iş barədə məlumat verin. Bu halda birinci növbədə bu tanıtma mərhələsində biraz ünsiyyətcil olmalısınız. Yəni daha belə mülayim şəkildə insanlara səs atmalısınız. Məsələn, mən belə deyək, yaxud da danışmalısınız. Məsələn, mən hətta zəngləşmələrdə bəzən heç xanımlara yazmadan ki, belə sizlə zəngləşdirəm olar, adi şəkildə zəng eləyirəm, danışıram. Salam xanım, hər vaxtınız xeyir, xoş gördüm sizi. Sizi narahat eləyən Nübar Quluzadədir. Network marketing mütəxəssisiyəm və xanımlara evdən çalışaraq iş imkanı təqdim eləyirəm. Maraqlı olar sizə belə bir şəkildə evinizdən, sadəcə əlinizdə olan mobil telefon vasitəsilə gəlir qazanmaq. Həmin insan əgər mənə deyirsə, aha, bəli, buyurun məlumat verin, mən sonra sual verirəm. Zəhmət olmasa özünüzü təqdim edə bilərsiniz. Adınız necə oldu? Mən bilim ki, sizə necə müraciət eləyəcəm. Və o insan artıq burada belə deyim də, adətən heç eşitməmişəm, indiyə kimi deyərdim ki, kimsə mənə qayıtsın desin ki, yox, özümü təqdim eləyə bilmərəm. Çünki o insan özü belə deyək də, ən azından o da başa düşür ki, məlumat alacaqsa mən də ona tanımalıyam, bir onu belə deyək də, necə ona müraciət eləyəcəyimi bilməliyəm. Bundan sonra hətta adətən sual verirəm xanımlara ki, zəhmət olmasa deyərsiniz, məsələn, adın qeyd eləyir ki, filankəs xanımdır. Deyirəm, zəhmət olmasa özünüz haqqında biraz məlumat verə bilərsiniz, neçə yaşınız var, əvvəllər hansısa bir işlə məşğul olmusunuz, yaxud ailəlisinizmi, işləyirsinizmi, biraz özünüzü tanıda bilərsiniz və həmin xanım qısaca məlumat verir, yaşın, bunları nədən ötürü soruşuram adətən, həmin insan barədə bir məlumat almaq üçün. Və bu növbəti bizim mərhələmizdir ki, müsahibədə qarşınızdakı insanı az da olsa tanımalısınız və ona əsasən yol almalısınız. Və bu tanıma mərhələsi deyəndə nə nəzərdə tutulur? Məsələn, ən azından bilə bilərsiniz ki, o xanım anadırmı, tələbədirmi, yoxsa hansısa bir işdə çalışandırmı, siz ona ikinci iş olaraq təklif eləyəcəksiniz, yoxsa o evdar xanımdır, ona evdar xanıma görə təklif eləyəcəksiniz, yaxud tələbədir, onun tələbə arzularına toxunacaqsınız. Bu tərəfləri bilmək üçün. Eyni zamanda adətən, məsələn, yaş kateqoriyasını, elə xanımlar olur ki, yaşı az olur. Məsələn, mən az yaşlı xanımlarla işləmirəm adətən, çünki ciddi qəbul eləmirəm.
Ola bilər ki, bəlkə də kiminsə komandasında var. Mənim öz komandamda da var ki, azyaşlı xanımlar çalışırlar. Amma mən özüm, yəni mənə belə deyək də, hal-hazırda iş prinsiplərimə uyğun deyil. Mənim adətən çalışdığım kateqoriya hardasa 18-20 yaşdan, adətən 20 yaşdan hardasa 40-45 yaşa qədər olan xanımlardır. Mən onlardan daha yaxşı dil tapa bilirəm və daha yaxşı uğurlu nəticə əldə edə bilirəm də, belə deyək. Çünki bu işdə nəzərə alın ki, bir tərəfi, siz bu işdə biz sadəcə insan axtarışında deyilik. Bu işdə siz lider axtarışındasınız və həmin liderlə siz gələcəkdə, ya bəlkə də belə deyək də illərlə, bəlkə də 10 illərlə siz o liderlə davam eləyəcəksiniz və o liderlə sizin belə deyək də bir uyumunuz olmalıdır. Və həmişə bu sözü mən komandamda da deyirəm, sadəcə insan axtarmayın ki, mən insan axtarışındayım da, dəvət olsun komandama. Siz seçirsiniz insanları, kimlə işləyəcəksiniz. Kimlə işləyəcəksiniz, kimlə yol alacaqsınız, bu tərəflərə diqqət etmək lazımdır. Ona görə bu qısa məqamları soruşuram və ümumiyyətlə bir də hər zaman soruşduğum hal-hazırda bir sual var. Məlumat verəcəyim insana deyirəm ki, əvvəllər belə deyək də, hansısa bir onlayn işdə təcrübəniz olub, işləmisiniz. Çünki hal-hazırda onlayn sahə çox aktualdır. Yəni və gəlin qəbul eləyək ki, gündən günə demək olar ki, bütün sahələri onlayna çevrilirlər. Yəni onlayn sahənin gələcəyi var. Gələcəyi var və gələcəkdə inşallah ki, daha da uğurlu olacaqdır. Ona görə də mütləq şəkildə birinci soruşuram ki, hansısa onlayn işdə çalışmısınız? Bilmək istəyirəm ki, bəlkə o ola bilər ki, hal-hazırda home life-da çalışır. Əgər çalışırsa, artıq mən müsahibəni orada dayandırım. Yaxud ola bilər ki, o insan hansısa şəbəkədə çalışıbdır. Aha, bu insan artıq bilirəm ki, məlumatlı insandır və mən ona uyğun, onunla başqa cür danışıram. Yaxud heç bir onlayn işdə çalışmayıbsa, o insanla başqa cür danışıram. Onlayn işdən məlumatı var, amma çalışmayıbsa, onunla da başqa cür danışıram. Yaxud bəzən insanlar olubdur ki, home life-da çalışıb, amma nəticə əldə eləməyib. Artıq mən ona home life-ın qaydaları barədə danışmıram. Mən ona birbaşa sual verirəm ki, aha, çox gözəl xanım, demək ki, məhsulları tanıyırsınız, şirkətlə tanışlığınız var. Mənə maraqlıdır, nə görə davam elətdirməmisiniz də? Hansı nə səbəb olubdur ki, siz dayandırmışsınız əməkdaşlığı və həmin insanın səbəbini taparaq, onun üzərindən işləyərək artıq o istiqamətdə yol alıram o insanla. Yaxud da ki, belə deyək də, insan deyir ki, məsələn, o etirazını bildirir ki, deyək ki, bəzən olur, hətta xanımlardan eşitmişəm. Mən doğru komandada işləmədim, yaxud işlədiyim komanda dağıldı, mən də dayandırdım, yaxud eşidirik ki, deyir, hansısa etirazı olubdur, onun etirazı doğru şəkildə izah olunmayıb ona, yaxud da insanın öz tənbəlliyindən, mən bunu əksər xanımların deyərdim ki, öz tənbəlliyindən dayandırılır və bu etirazını bilirəm və ona uyğun artıq o insanla yol alıram. O insanla o istiqamətdə danışıram ki, o istiqamətdə insanı başa salanda daha yaxşı nəticə almaq olur. Və burada bir məqamı izah eləyəcəm. Gəlin izah söhbətinə, yəni işi necə izah eləmək lazımdır, hansı məqamları izah etmək lazımdır. Burada bir neçə kateqoriya qeyd eləmişəm slaytda. Biri dəvətlini yormamaqdır. Onu motivə etmək lazımdır, amma yormaq lazım deyil. Bəzən xanımlarımız olur ki, deməli, baxırsan ki, müsahibə keçir qarşısındakı insana. Bunu öz komandamda da yaşamışam liderlərimlə. Deməli, qarşıdakı insana müsahibə keçir. Şirkəti kim qurub? Şirkət neçənci ildə yaranıb? Nə bilim də, bütün xırdalıqlar hər bir tərəfini izah eləyir. Baxın, qarşıdakı insana bunların xırdalıqları lazım deyil. Dəqiq və konkret olmaq lazımdır və nə danışmalı olduğunuzu bilməlisiniz. Qarşıdakı insanı ən çox cəlb edən iki məqam var. Mən nə qazanacam və mən necə işləyəcəm? Yəni, mənim işimin prinsipləri nə olacaqdır? Nəzərə alın ki, hər kəsi birinci növbədə bu maraqlandırır. Nə qazanacam bu iş sayəsində, mən necə işləyəcəm? Yəni, nə qazanmaq, necə işləmək? Əsas bu istiqamətə köklənmək lazımdır və demək olar ki, müsahibədə adətən bunları mən izah eləyirəm və nə qazanacam, necə? Siz bunu qazanan xanımlarımızın gəlirlərimizdən danışa bilərsiniz, burada olan mükafatlardan, maşından, bu iş sayəsində nələr əldə edə bilər, bunlardan danışa bilərsiniz. Hətta mən müsahibə zamanı danışdığım anda belə həmin görsəl olaraq da şəkillər, videolar həmin insana göndərirəm ki, zəngdən sonra siz mütləq şəkildə bunlara baxın, özünüz görəcəksiniz nə qədər xanımlar qazanır bu işdə. Həmin insanı,
yəni motive edirik də birbaşa. Və bəzən olur ki, öz komandamda da bu etirazı mənə eləyən olubdur ki, liderim siz qazanırsınız, öz gəlirinizi artırsınız. Direktorlar qazanır, öz gəlirlərini artır, amma biz qazanmırıq. Nəzərə alaq ki, gəlin xanımlar, bu direktorlarda, burada ən üstdə olan liderlərdə nə zamansa sizin kimi akik, safir və heç bir rütbəsi olmayan hallarda olublar. Və biz də hər birimiz bu rütbələri keçmişik, bu yolları, sizin keçdiyiniz bu yolları keçmişik ki, bugün bu komandaya sahibik. Ona görə mənim özümün də uğurlarım olmayanda, mən də özümdən yuxarıdakı üst liderlərin, burada qazanan insanların uğurlarını paylaşırdım. Yəni, insanların uğurlarını paylaşmaqdan heç vaxt yorulmayın. Elə məlumat verə bilərsiniz ki, siz o uğurları elə bir şəkildə təqdim eləyə bilərsiniz ki, ballandıra, gözəl bir şəkildə qarşınızdakı insan heç sizin gəlirinizi soruşmaz belə. İnanın, yadımdadır ki, ilk altın olduğum vaxtda o altının gəlirin elə gözəl təqdim edirdim ki, qarşımdakı insan heç soruşmurdu ki, bu 100 manat nədir ki, sən bunu bu qədər gözəl təqdim edirsən də. Yəni, həqiqətən də ən çox qeydiyyatım olan zamanlar olubdu və mən bundan çəkinmirdim. Safir olanda safirimin gəlirini də paylaşmışam, gözəl şəkildə deməmişəm ki, mən direktor deyiləm və bugün də bu gəliri qazanmışamsa, mənim liderimin, günel liderimin mənə bir sözü olmuşdu Turkuaz olandan sonra. Nibar, o gəliri göstərmək üçün sən qazanmalıydın, o yolu keçməliydin. Yəni, hər bir kəs o gəliri, öz gəlirini göstərmək istəyirsənsə, bu yolu keçib gəlməlisən. Bunu bu şəkildə nəzərə alın. Bundan əlavə olaraq, bu dedik ki, insanları motive eləmək üçün nə danışacağımız hissə və bir də işimizin 3 qaydasını izah edirsiniz. Yəni, bir uğurlarımız, gəlirlər, bunları izah edirsiniz və işimizin 3 qaydasını, bu işi insan necə yerinə yetirəcəkdir? Əsas dəqiq, konkret izah olunmalı hissə bunlardır. Və insanlara bəzən çox qarşılaşdığım haldır ki, insanlar işin mahiyyətinin nədən ibarət olduğunu bilmirlər. İnsanlara bu işin mahiyyəti nədir? Bunu göstərmək lazımdır ki, bəzən insanlar elə başa düşürlər, bu sadəcə satışdır. Bizim işimiz, yadınızda saxlayın, satış deyil, satışın təşkilatçılığıdır birinci növbədə. Yəni, biz birbaşa satış etmirik, o satışı təşkil edirik. Əsas işimiz budur və o satışı da necə təşkil edirik? Reklamlarla, işimizi tanıtmaqla, baxın, bu müsahibələrimizlə, təqdimatlarımızla. Və buna görə də mütləq şəkildə nə danışmalı olduğumuzu və bu işin mahiyyətini, hətta bir neçə dəfə olubdu bu hal ümumiyyətlə, Homelife barədə dəfələrlə məlumat almış bir insana məlumat vermişəm. Mənə bildiribdir ki, mən inanırsınız ki, hər kəs gəlirdi, izah eləyirdi, dəvət eləyəcəksən, dövriyyə eləyəcəksən, da bunu eləyəcəksən, onu eləyəcəksən. Amma heç vaxt başa düşməmişəm ki, bu işin mahiyyəti nədir? Niyə bu dəvət eləyirəm? Niyə bu dövriyyəni eləyirəm? Baxın, insanlara bunu başa salmaq lazımdır. Mən adətən bu mərhələdə necə başa salıram insanları? Sadəcə və sadəcə insanlara adi, ənənəvi biznes üzərindən gedirəm adətən. Bu məndə uğurlu alınır. Ola bilər ki, hansısa liderdə də başqa bir forma uğurlu alınır. Mən hətta hər zaman izah eləyən zaman birinci bildirirəm ki, baxın, kabinet açılmağını bildirəndə deyirəm ki, siz normal ənənəvi biznes qurmaq istəsəz, adi biznes qurmaq istəsəz özünüzə nə edərsiniz? Nümunə deyəcəm, kiçik bir mağaza açarsınız, düzdürmü? Həmin mağazanı açmaq üçün sizə sərmayə lazımdır. Sizə həmin, belə deyək də, sərmayə, yer arendaya götürəcəksiniz, məhsul alacaqsınız, vitrin təşkil eləyəcəksiniz. Bunun vergisi var, kaminalı, müxtəlif xərcləri var da. Bunların hamısını eləyəcəksiniz. Amma burada şirkət sizə həmin mağazanı sadəcə onlayn formatda, fərq ondadır ki, onlayn formatda açır, verir sizə. Sizdən belə deyək də, mağazanın məhsullardan özü doldurur. Çatdırılmanı özü həyata keçirir. Saytın işlənməsi, logistikası, hər bir şeyi özü eləyir. Sizdən sadəcə tələb eləyir ki, o mağazada sən satışı təşkil elə, oradan pul qazan. Və sən onu birbaşa özün hətta satış etmədən belə təşkil eləyə bilərsən. Komanda quraraq, insanları, yəni sən o mağazanın filiallarını artıraraq təşkil eləyə bilərsən. Bu şəkildə. Və insanlar inanın ki, bu halda daha yaxşı başa düşür ki, nəinki siz ona sadəcə dəvət et, dövriyyə et, öyrən dedikdə daha o işin mahiyyətini anlamırlar. Ona görə işin mahiyyətini insanlara anlatmaq lazımdır. Bundan başqa, etirazlara qarşı növbəti etapımız etirazlara qarşı mülayim və güləriz olmaqdır. Bunu niyə belə deyirəm? Etirazlar ümumiyyətlə bizim işimizin dadı duzudur, deyərdim ki. Baxın, etiraz nə deməkdir?
Etiraz o deməkdir ki, mən bu işi istəyirəm, amma ki, hansısa səbəb mənim qarşımı kəsir. Amma ki, məsələn, deyək ki, amma kaş ki, dövriyyə olmayaydı, bu mənim qarşımı kəsir. O insan çünki bunun mahiyyətinin nə olduğunu bilmir. Baxın, etiraz bu deməkdir. Əsas o da insan sizə yox deməsin, o etirazı etsin, o etiraza cavab vermək, cavab verərək siz o insanın yoxunu həyə çevirə bilərsiniz. Yəni, bir daha deyirəm bunu, etirazlar o deməkdir ki, mən bu işi istəyirəm, amma hansısa səbəb mənim qarşımı kəsir. Və həmin etirazlara qarşı yadınızda saxlayın. Heç zaman sərt olmayın etiraza qarşı. Bir insan sizə etiraz etdi, ilk etməli addımınız mülayim, güləriz olmaqdır. O insana, baxın, mütləq şəkildə hər zaman haqlısan deməyi bacarmalısınız. Belə bir, ümumiyyətlə, ticarətdə belə bir söz var, marketinqdə, müştəri hər zaman haqlıdır. Yəni, bunu yadınızda saxlayın. Qarşınızdakı insan da hər zaman haqlıdır. Siz bunu bu şəkildə göstərməlisiniz və sonra etirazı cavablamalısınız. Məsələn, kimsə sizə dedi ki, baxın xanım, mən çox gözəl danışırsınız, anladım da hər bir danışdığınızı, amma mənim imkanım yoxdur bu işi idarə eləməyə də, belə deyək, mənim burada dövriyyə eləməyə, hər ay 35 manatlıq alış-veriş eləməyə imkanım yoxdur. Mən deyirəm ki, aha, çox gözəl xanım, siz haqlısınız, razıyam sizinlə. Təbii ki, imkanınız olsa siz iş axtarmazsınız. Baxın, o insanı təsdiqlədim. Təsdiqlədim ki, sənin imkanın olsa iş axtarmazsan heç. Və mən sizə təklif edirəm bu imkanı bərabər qazanmağa. Baxırsınız, görürsünüz, yəni artıq o insana onu təsdiqlədikdən sonra mən fikirlərimi izah edirəm. Və heç zaman insanlar etiraz edən zaman sizə onlara qarşı yox, sən səhv deyirsən deməyin. Yox, sən haqsızsan deməyin. İnanın ki, həmin an insanlarda belə bir bizdə bir də xüsusiyyət var da, qıcıq olur. Elə bil ki, o qarşınızdakı insan sizə qıcıq olur artıq. Siz o sözü dedikdə. Ona görə də mütləq şəkildə dediyim kimi güləriz, mülayim, həmin insanı təsdiqləyərək etirazlara cavab verirsiniz. Bu da bizim növbəti etapımızdır və bir də müsahibədə mütləq şəkildə qeyd eləmək istədiyim bir məqam var ki, müsahibə zamanı həmin etiraz, baxın, bunu səhvlərin içərisində də qeyd etmişəm slaydımızda. Müsahibə zamanı edilən səhvlər, ən böyük səhvlər etirazlara qarşı insanın sərtləşməsi. Bəzən olur ki, xüsusən bunu yeni gələnlərimiz eləyir. Kimsə ona etiraz eləyən kimi ona qarşı sərtləşir, başlayır sərt cavablar verməyə. Ən böyük yanlışdır. Yadınızda saxlayın. Etiraz edən insan, yəni etiraza cavab vermək o demək deyil ki, həmin insan sırf gəlib sənin komandana qeydiyyat olacaq bu dəqiqə. Belə bir şey yoxdur. Biz etirazlara niyə cavab veririk? Etirazlara doğru cavab vermək, qarşımızdakı insanın sənin şəxsinə və işə qarşı olan düşüncəsini müsbət yönümdə dəyişir. Məsələn, ola bilər ki, heç o bayaqlarım dediyim, məsələn, imkanım yoxdur etirazına cavab verən insana, etirazına doğru şəkildə cavab verəm, amma o insan yenə də gəlib qeydiyyatdan keçməyə, işləməyə bilər. Amma ki, artıq o insan mən ona doğru cavab vermişəmsə, mən onun xatırında qala bilmişəm, belə deyək, beynində qala bilmişəmsə artıq, o insan məni yadında saxlayacaqdır. Və nə zamansa ola bilər ki, gələcəkdə yenidən işləmək istəsə, gəlib mənə müraciət eləyəcəkdir. Nəinki o sərt cavab verən insanı heç vaxt axtarmaz. Bunu yadınızda saxlayın. Həmçinin də belə deyək də, bu şəkildə kontaktınızı da genişləndirə bilirsiniz. Gələcək pasiv insanlar, yəni belə deyək də, pasiv elə bir rekruting metodu yarada bilirsiniz özünüzə kontakt vasitəsilə. Bu şəkildə. Yəni ona görə də etirazlara cavab vermək təkcə işimizə o insanı qeydiyyat eləmək demək deyil, işimizə qarşı o insanın fikirlərini dəyişməkdir. Və hətta qarşıma çıxıbdır ki, insanlar olub müraciət eləmiş, o insan məni etirazına cavablamışam, yenidən qeydiyyatdan keçməyib mənim komandamda. Amma ətrafında işləmək istəyən insan olanda mən onun yaddaşımda qalmışam deyə onu yönləndiribdir mənə. Və həmçinin də bunu bir məqamda da qeyd eləməsəm keçə bilmərəm. Məsələn, komandanızdan çıxan insanlara qarşı da bu səhvi heç zaman etməyin ki, bir insan çıxırsa komandanızdan ona qarşı sərt cavab verməyin. O insan sizi hər zaman mülayim, gözəl, belə deyək də, xasiyyətli və işinə qarşı dürüst xatırlasın ki, gələcəkdə də nə zamansa əməkdaşlıq etmək istəsə, ətrafında kimsə olsa sizə yönləndirsin. Müsahibədə edilən digər bir səhv yalan vədlər verməkdir.
Hansı ki, xüsusən bunu adətən yeni gələnlər eləyir. Bəzən digər partnyorlarımız da bunu başa düşmədən də belə deyək, başa düşmədən, özləri də anlamadan bunu eləyirlər ki, gəl sənin yerinə komanda quracağam, gəl sənin yerinə mən qol quracağam, sənə qol qanat verəcəm. Bu yanlış bir məqamdır. Baxın, bir insana eləyə bilməyəcəyiniz vədləri verməyin. Çünki o insan gəlib sizlə artıq işlədikdə yarı yolda sizi buraxacaq. Çünki görəcəkdir ki, sən ona verdiyin vədləri yerinə yetirə bilmirsən və iş bu deyil. Gəlib işin mahiyyətini başa düşəcək və görəcək ki, iş bu deyil. Yəni o insan mənə gəlib komanda qura bilməz. Hər kəs burada belə deyək də, o insan mənim maksimum bir qoluma dəstək ola bilər. Gəlib bütün komandamı o qura bilməz ki, mənim yerimə o işləyə bilməz ki. Və sizin bu yalan vəd verdiyiniz insanlar adətən necə olacaq? Tənbəl insanlar olacaq. Çünki onlara siz vədlər verirsiniz, gətirirsiniz. Gələcəkdir və tənbəl oturub gözləyəcək ki, sən işləyəsən. Bu da edilən yanlışlardan biridir. Və statistikanı unutmamaq. Əgər müsahibə keçirsinizsə, heç zaman statistikanı unutmayın və statistika üzərində işləyin. Çünki əgər statistikanı unudarsınızsa, o zaman belə deyək də, düşünəcəksiniz ki, mən bəzən xanımlarımız əksərən bu halı qarşılaşmışam. Xanımlarımız olur ki, deyir ki, mən belə deyək də, müsahibə keçdim. Mən müsahibə keçirəm, mənim dəvətlərim də olur, amma heç bir qeydiyyatım olmur. Mən həmin insana avtomatik sual verirəm. Mənə cavab ver görüm, bugün neçə dənə müsahibə keçmisən, yaxud cəmi neçə dənə müsahibə keçmisən. Məsələn, deyir ki, ayda bir dənə, iki dənə belə məlumat verdiyim insan olur, yaxud həftədə bir dənə məlumat verdiyim insan olur. Deyirəm, təbii ki, sənin nəticən olmayacaq. Çünki sən statistika ilə işləmirsən. Bax, sən bu günləri bir dənə insana məlumat vermirsən, amma mən bu günlərim 10 dənə, 15 dənə insana məlumat vermişəm. Başqa bir xanım 20 nəfərə məlumat verib. Səncə o 20 nəfərə, 10-15 nəfərə məlumat verən insan daha uğurlu nəticə əldə edir, yoxsa sən? O 15-20 nəfərdən ən az o insanın bir dənə, iki dənə, üç dənə qeydiyyatı olacaq, amma sən bircə nəfərə məlumat vermirsən. O bir nəfər sənə yox da deyə bilər. Baxın bu şəkildə. Və ona görə də müsahibə zamanı bu səhvləri etmək lazım deyil. Və ən əsas məsələ, müsahibə keçirsinizsə, rahat bir formada keçməlisiniz. Yəni, heç zaman əsəbi olan vaxtda, yaxud da ki, rahat ola bilmədiyiniz bir məkanda mən məsləhət görmürəm müsahibə keçməyə. Adətən xanımlarımız tələsir. Məsələn, bəzən xanımlarımızda belə bir hal olur ki, bir nəfər müraciət edəndə elə bilir ki, mən o insana cavab verməsəm bu dəqiqə, o insan qaçıb gedəcək. Sizin insanınız heç yerə getməyəcək. Təbii ki, demirəm ki, insanı günlərlə gözlətmək lazımdır. Çünki hal-hazırda yüzlərlə insan çalışır bu sahədə. Yəni, o sizə yox, başqasına da müraciət edə bilər. Sadəcə, məsələn, 1 saat, 2 saat o insanı gözlətməkdən o insanı siz itirmiş olmazsınız. Sadəcə özünüzü bir rahatlaşdırın, əsəblərinizi sakitləşdirin, sonra müsahibə keçin. Çünki uğurlu alınsın. Və bir də ən çox edilən səhvlərdən biri xanımların hər müsahibəni başlayanda öz beynində düşüncəsi olur ki, ay da, bu da gələcək indi, yox cavabı verəcək, yaxud deyəcək, home life-dırsa istəmirəm, yaxud bu etirazı eləyəcək. Baxın, bu yanlışdır. Hər müsahibə, mən həmişə bunu deyirəm, hər keçdiyim müsahibə mənim beynimdə mənim qeydiyyatımdır. Yəni, o ürəklə, o istəklə verirəm o müsahibələri. Və həqiqətən də, yəni o müsahibədə mən yox cavabı alsam belə, dönüb ora baxmıram ki, mən yox cavabı aldım, o birisi müsahibədə mənə yox cavabı ilə qarşılaşacaq. Çünki artıq yatıb o müsahibənin üstündə qalmıram ki, bəzən xanımlar olur, oturur saatlarla o müsahibəni dinləyir ki, görən nə səhv elədim. Bəzən səhv sizdə deyil, sadəcə statistika ilə işləmirsiniz. Bu tərəflərində təbii ki, insan səhvlərini tapmalıdır, düzəltməlidir. Məsələn, elə vaxtım olubdur ki, üst liderlərimə, Günel liderimə də, Asiyada, yeri gəlsə Alagöz xanıma da atmışam müsahibəmi ki, bax, mən belə müsahibə keçirirəm. Nəsə səhvim var, gör burada. Bunu axtarmaq lazımdır. İnsan yanlışlarını axtarmalıdır. Səhvlərini məsləhətləşməlidir insanlarla. Amma ta oturub o müsahibənin üstündə qalmaq olmaz ki, mən bir nəfərə dedim, o insan mənə yox dedi, mən deməyi yaxşı keçmirəm, yaxud da ki, indi hamı mənə yox deyəcək. Bu düşüncə yanlışdır. Və bu işdə geriyə baxmaq lazım deyil, irəliyə baxmaq lazımdır. Sadəcə geridə olan səhvlərimizi irəlidə təkrarlamamaq lazımdır. Bunu da bilin. Məndən hələ ki bu qədər. Sualları olanlar varsa, buyurub verə bilərsiniz suallarınızı.
Xanımlar, sualı olan var. Nübar liderim, ağzınıza, əməyinizə sağlıq. İnanın ki, o qədər mükəmməl təlim oldu ki, yəni ağzı Çox açıq sağ demək ol. olar, qulaq astıq. Yəni komandalarda bəhrələndi. Mənim sualım yoxdur. Sadəcə təşəkkür etmək üçün açdım. Kimisə sualı varsa, burada əl qaldırıb aça bilərəm səsləri. Deyəsən sual yoxdur. Bir nəfər əl qaldırmışdı, indi açdım bir dəqiqə. Görək Bahar xanım. Axşamınız xeyir liderim. Axşamınız xeyir. Çox sağ olun təlim üçün. Ağzınıza, əməyinizə sağlıq. Allah razı olsun. Mənim bir sualım var idi. Mən müsahibə zamanı salam verirəm. Qarşı tərəfdə salam verir. Mən ikinci sözüm, cümləm necə olmalıdır onlara qarşı? Qarşı tərəfə salam verdiniz. Sonra ikinci belə deyək də məqam nə olmalıdır? Özünüzü təqdim edirsiniz ki, mən məsələn sizdə deyəsən Bahar Musayeva yazılıb. Mən Bahar Musayeva, məsələn, belə indi özünüzə uyğun şəkildə təqdim edirsiniz də. Məsələn, mən deyirəm ki, adətən mən müəlliməyəm, ikinci iş olaraq onlayn sektorda çalışıram və hal-hazırda xanımlara deyək ki, belə deyək də öz telefonu vasitəsilə evindən çalışmaqla gəlir qazanmaq imkanı təqdim edirəm. İndi insandan insana fərqlənir də, belə deyək. Məsələn, adətən olur ki, özüm bilərək başqa belə deyək də tanıdığım insanlara məlumat verəndə daha fərqli təqdim edirəm. Yaxud da ki, belə siz onu özünüz seçəcəksiniz də, amma özünüzü təqdimatdan başlayır. Məsələn, bir də ki, qarşınızdakı insanı əgər tanıyırsınızsa müəyyən qədər, məsələn, indi bir nümunə deyəcəm. Adətən olur ki, Instagramdan falan mənə dəvətimi qəbul edənlər olur və yazanlar olur. Mən baxıram o insanın profilində uşağı ilə şəkli varsa, mən mütləq şəkildə o müsahibənin başlığında qeyd edirəm ki, ailəliyəm, 2 övladım var. Çünki o insanla ortaq tərəf qururam özümə. Yadınızda saxlayın, insanlarla nə qədər ünsiyyət, ortaq tərəf qura bilsəz, onunla oxşar tərəfinizi tapa bilsəz, o qədər uğur əldə edə bilərsiniz. Hə, oldu. Çox sağ Siz də olun sağ olun liderim. liderim. Amma mütləq şəkildə birinci özünüzü təqdim edin, sonra o insandan özünü təqdim eləməsini istəyin. Liderim, mənim də bir sualım var sizə. Buyurun liderim, buyurun. Çox sağ olun təlimə görə, əməyinizə sağlıq. Çox gözəl bir faydalı təlim oldu. Həqiqətən Allah razı olsun. Mən də müsahibə keçdiyim zaman, məsələn üçün qruplardan falan, çıxdığım qruplardan daha doğrusu xanımlara müraciət edirəm. Salam, hər vaxtınız xeyir yazıram. Onlar da cavab yazdıqdan sonra bu dediyim kimi ilk öncə özümü təqdim edirəm. Ki, bəs 20 yaşım var, tələbəyəm. Network marketing sahəsində fəaliyyət göstərən və yaxud ki, şəbəkə biznesində fəaliyyət göstərən. Ondan sonra çox zaman geri dönüşüm olmur. Yəni, səsə qulaq asırlar və geri dönüş eləmirlər. Ola bilər bu normaldır. Çünki ola bilər ki, sizin kimi o qrupda başqa da şəbəkə biznesində çalışan insanlar var və sizdən əvvəl bəlkə də o insana 2 nəfər, 3 nəfər, bəlkə də 10 nəfər xanım təklif eləyibdi bu işi və belə deyək də o insan artıq tanışdı deyə məlumat almaq istəmir. Yəni bu normal haldır. Dediyim kimi statistikadır. Çünki baxın, məsələn Instagramda biz 100 nəfərə, 200 nəfərə yazırıq, oradan 1-2 nəfər, 3 nəfər cavab verirsə, bu statistikadır. Eyni şəkildə WhatsApp-da da. Yəni siz qruplarda təklif edirsiniz, nə bilirsiniz ki, həmin insana başqa kimsə təklif etməyib? Bəli, bəli. O insan ilk olaraq sizin salamınıza cavab yazır. Çünki sizin kim olduğunuz maraqlıdır ona. Və tanıdıqdan sonra artıq ola bilər ki, o insan əvvəl məlumat alıbdı. Artıq yəni istəmir də bu sahəni. Artıq maraqlı deyil ona. Ona görə də o insanı cəlb eləmir bu. Bu normaldır. Hər kəs yəni bizə hə cavabı verəcək, hər kəs bizim müsahibəmizi dinləyəcək deyə bir şey yoxdur. Bəli, çünki çox yazıram. Yəni, həmin xanımlar da ki, müraciət eləmirlər də, geri dönüş eləmirlər. Deyirəm, bəlkə mən nə isə səhv edirəm, ona görə olmur. Aha. Yox, əslində sizdə bu tərəfdə səhv yoxdur. Bir də ola bilər, mən deyərdim ki, biraz metodunuzu da dəyişə bilərsiniz. Məsələn, hal-hazırda xanımlar, mən bir dəfə bunu qrupa atmışdım. Uğur Akademiyasına da atmışdım, öz qrupuma da. Deməli, hal-hazırda WhatsApp-da qrupları etiketləmək metodu var. Həmin metodu istifadə edə bilərsiniz. İnsanlar orada özləri görəcəkdir və sizə yazacaqlar. Bu bir üsuldur. Sonra
Fərqli-fərqli yenə də fərqli-fərqli formalarda, məsələn, nömrələri götürüb birbaşa o insanla zəngləşə bilərsiniz. Bəzən xanımlarımız çəkinir bunu eləməkdən. Yəni sizə zaten sərt cavab verəcək insan, siz ona səs atsaz da sərt cavab verəcəkdir, yazsaz da sərt cavab verəcək, zəng eləsəz də. Yəni mülayim insan mülayimdir, sərt insan sərtdir. Ona görə bu hallara hazır olaraq, məsələn, mən hal-hazırda demək olar ki, zəngləşmələr eləyirəm ancaq. Çünki daha uğurlu alınır hal-hazırki dövrümüz üçün. Əslində bu zəngləşməni təlimlikdə də çox zaman vurğulayıb mənə ki, zəngləşməklə. Biz komanda olaraq derim. Bəli. Amma ki, necə, mən hələ təzə bu işə atılmışam. Mən də nə deyim, belə deyim, sözün çıxması çox da dilavəli bir insan da deyiləm ki, deyim, eləyim, münasibət qurum, elə bir insan da deyiləm. Amma istəyimi çəkinirəm yenə də ilk zəngilən başlayanda. Ne derim, başlamışsınızsa bir addım atmışsınız artıq və belə bir məqam deyim. Bir ildən sonra özünüzü tanımayacaqsınız bu sahədə. Məni şəxsi olaraq tanıyan insanlar bilir, liderlərimin içərisində də var ki, mən heç danışan biri olmamışam və ünsiyyət quran biri olmamışam. Demək olar özünə qapalı biri və məni şəbəkə biznesi hal-hazırki Nübara çeviribdir və hal-hazırki Nübar Quluzadə varsa şəbəkə biznesi sayəsindədir. Burada öyrəndiklərim sayəsindədir. Həmçinin də özümü inkişaf elətdirməyim sayəsində. Yəni ola bilər ki, nələrsə sizdə hal-hazırda yoxdur, yeni başlamışsınız. Gözəl bir başlanğıc eləmişsiniz, adım atmışsınız. Yeni başlamışsınızsa özünüzü inkişaf elətdirin. Deməyin ki, məndə ünsiyyət bacarığı yoxdur. Ünsiyyətinizi artıracaq belə deyək, üsullar kəşf eləyin, ünsiyyət bacarığınızı artırmağa çalışın və yadınızda saxlayın, şəbəkə biznesi ünsiyyətdən başlayır. Nə qədər gözəl ünsiyyət qurmağı bacarırsınızsa, bir o qədər uğurlu dəvətlər eləyə biləcəksiniz. Və artıq siz şəbəkə biznesindəsinizsə, yəni bunu bacarmalısınız da, belə deyim, başqa yolu yoxdur. Axşamınız xeyir olsun Nübar xanım. Axşamınız xeyir olsun, buyurun. Əməyinizə sağlıq. Həqiqətən də çox möhtəşəm bir təlim idi. Hər birimizin faydalanacağımız bir təlim idi. Doğrudan da etirazlar bizim işimizin ən həssas nöqtəsidir. Həqiqətən də var olasınız. Doğrudan da inanıram ki, hər kəs faydalandı. Mən də həmçinin. Və belə bir sualım var sizə. Belə bir etirazla qarşılaşıram. Hər zaman bu etiraza doğru cavab verirəmmi? Özümə hər zaman sual verirəm. Xanım konkret olaraq mən maraqlanmıram deyir. Yəni bu etiraza siz necə cavab verərdiniz? Mənim üçün çox maraqlıdır sizin düşüncələriniz. İlk öncə sual verin, mən sonra fikrimi bildirəcəm. Necə cavab verirsiniz? Düşünürsünüz ki, yanlış cavab verirsiniz. Mənə maraqlıdır. Məsəl üçün belə bu cür etiraza dərhal bildirirəm ki, belə deyirəm ki, xanım İlk öncə geri dönüş etdiyiniz üçün təşəkkür edirəm. Mənə zaman ayırıb dinlədiyiniz üçün var olasınız. Haqqınızı halal edin. Çox şad oldum ki, hər hansısa bir ehtiyacı olmayan Azərbaycan hər hansısa bir büdcəyə ehtiyacı olmayan, yəni gəlirə ehtiyacı olmayan bir Azərbaycan xanımı var. Bu məni çox sevindirdi, amma çox maraqlıdır. Nə üçün etiraz edirsiniz? Belə bir cavab verirəm, amma bəzən olur ki, heç vəbşi geri dönüş almıram ondan sonra. Yəni onda fikirləşirəm ki, yəni mən bəlkə də səhv düşüncə söylədim. Yəni səhv fikir söylədim. Lətafət liderim, maraqlanmıram etirazı ümumiyyətlə bir neçə formada ola bilər. Biri ola bilər ki, siz kiməsə işlə bağlı, məsələn də belə deyək, iş elanı atırsınız, yaxud da ki, işlə bağlı birbaşa o insana məlumat verirsiniz. O insan sizə qayıdır, deyir ki, sağ olun, maraqlanmıram da bu sahə ilə. Biri ola bilər bu normal haldır. Çünki hər kəs maraqlanacaq deyə bir şey yoxdur bu sahə ilə. Yenə də həmin halda da soruşa bilərsiniz ki, məsələn, əgər məlumat verməmisinizsə, siz sadəcə elan göndərmisinizsə, həmin insan maraqlanmıram deyəndə deyirsiniz ki, siz bildiniz ki, iş nədir, məsələn, maraqlanmırsınız, heç soruşmadınız ki, iş nədir, maraqlanmırsınız. Bunu soruşmaq olar. Yaxud da ki, məsələn, mən onu normal qəbul edirəm. Çünki maraqlanmayan insanlar ola bilər. Hər kəs bu sahə ilə maraqlanacaq deyə bir şey yoxdur. İkincisi də ola bilər ki, siz müsahibə keçmisiniz. Əgər müsahibə keçmisinizsə, insan sizlə o etapa qədər gəlibsə, sonra maraqlanmıram deyirsə, yəni o insan artıq sizə özü müraciət edib, sonra maraqlanmıram deyirsə, bu normal hal deyil təbii ki. Bəs mən o zaman sual verirəm ki, xanım, maraqlanmırsınızsa, bəs mənə maraqlıdır, niyə məlumat alırdınız? Yəni bu maraqlıdır mənə sadəcə. Əgər maraqlı deyildisə sizə, belə başa düşürəm ki, gəliriniz də sizi qane eləyir. O zaman niyə bu etapa qədər məlumat alırdınız? Çünki bu normal bir hal deyil də, yəni normalda da normal insanın eləyəcəyi bir hal deyil.
Çox sağ olun, təşəkkür edirəm Nübar xanım. Bəli, mən Sizdə tam olaraq hansı etapdır? Bəli, bəzi hallarda konkret olaraq salam, hər vaxtınız xeyir hər vaxtınız xeyir yazıb göndərirəm rekord edərkən və salam, buyurun dedikdə artıq mən özümü təqdim edirəm və yəni evdən çölə çıxmadan artan qazanclar əldə edə biləcəyiniz bir iş təklif edirəm. Əgər icazəniz olsaydı məlumat verərdim. Bu qaydada söyləyirəm və dərhal xanım deyir ki, mən maraqlanmıram. Yəni belə artıq belə deyil də. Artıq həmin insan demək olar ki, bəlkə də iş barədə artıq məlumat alıbdır, məlumatı var və yaxud da ki, heç o insan onlayn sektoruna maraqlı deyil. Yəni onun başqa işi də ola bilər, bu sahəyə marağı olmaya da bilər, yəni maraqlanmaya bilər. Yəni təklifi siz göndərmisiniz də, belə deyək. Mən dedim 2 formada var. Siz göndərmisiniz. Yəni amma mən adətən ümumiyyətlə rekruting barədə təlimlərimdən görənlər bilir, adətən insanların mənə yazmağının tərəfindəyəm ki, çünki insanlar mənə elə etirazlar eləməsin ki, mən maraqlanmıram. Çünki artıq o insan özü yazanda onun işə ehtiyacı var deyə yazır mənə. Amma siz əgər yazmısınızsa, artıq belə hallarla qarşılaşmağa da hazır olun. Çox sağ olun, təşəkkür edirəm Nübar xanım, var olasınız. Siz də sağ olun. Başqa sualı olanlar var, xanımlar? Axşamınız xeyir olsun Nübar liderim, necəsiz? Axşamınız xeyir, sağ olun, yaxşı olasınız inşallah. Liderim, mən belə bir sual vermək istəyirəm. Mənim müsahibəmdə, mən müsahibəmi keçdikdə artıq qarşı tərəfdən necə deyim, isti münasibət qururuq, danışırıq, bir-birimizdən tanış oluruq, adınızı filanı işləyib, siz işləmişsiniz onların belə işlərdə, belə filan. Yəni biz danışan vaxtı bu xanım artıq mənə sual verəndə, mən işim haqqında məlumat bildirirəm. Bu xanım artıq mənə məlumat verəndə ki, sizin nə qədər gəliriniz var, nə qədər qazancınız var, ya da hansı rütbədəsiz? Mən deyəndə ki, safir rütbəsindəyəm, yalan danışacaq deyirəm ki, direktoram ya ayda bu qədər qazancım vardır. Eləsi var, elə bir söhbət edə-edə razılaşırıq, qeydiyyata gətirəm, amma çoxsu mən deyəndə ki, safir rütbəsindəyəm, bu qədər gəlirim vardı, çoxsu yəni razılaşmır mənimlə. Yəni mən belə bir anda, elə belə bir məqamda mən nə deməliyəm ki, o xanım mən safir rütbəsində olsam da belə mənimlə razılaşsın. Liderim, birincisi, burada düşünürəm ki, rütbənin bir fərqi yoxdur. Çünki heç demək olar ki, qarşımızdakı insanlar çoxu bilmir safir nədir, altın nədir, zümrüt nədir. Yəni demək olar ki, qarşımızdakı insanlar çoxu bunu bilmir. İkincisi də rütbənin bir fərqi yoxdur. İnsanlar sizin enerjinizə gəlir, insanlar sizin işi təqdim eləməyinizə gəlir. Yəni sizin direktor olub olmamağınıza görə gəlmir insanlar. Elə bir safir də ola bilər ki, gedər bir direktor gətirər də başqa şirkətdən. Yəni bu onun enerjisinə, bu onun gücünü göstərir. Yəni belə bir düşüncədə sadəcə beyninizə salmayın bu düşüncəni. Birincisi bunu deyəcəm. Çünki artıq bu etirazla bir neçə dəfə qarşılaşmısınızsa və bu sualı verirsinizsə, demək ki, bunu siz artıq beyninizdə fırlayırsınız. Bu birinci məqam. Bunu sadəcə beyninizdən çıxardın. İkincisi də, mən özüm aşağı rütbələrdə olanda, mən deyirdim ki, mən hələ yeni qoşulmuşam. Yeni qoşulmuşam, müəyyən uğurlarım var. Məsələn, deyək ki, safir karyerinə qədər hal-hazırda heç karyer adı ümumiyyətlə demirdim də. Yəni, karyer adı çünki hətta belə bir fikir bildirirdim ki, indi bilmirəm, siz karyerlərin adını bilirsiniz, yoxsa yox da, belə deyək. Müəyyən karyerə qədər hal-hazırda yüksəlmişəm və yüksəlməyə də davam edirəm. Hal-hazırda amma komandamızda yüzlərlə qazanan xanımlar var. Hətta 1000, 2000 üzəri qazanan xanımlarımız belə var. Və siz də qoşularaq həmin xanımlardan biri ola bilərsiniz. Bu şəkildə həmin insana cavab verirəm. Yo, liderim, bu şəkildə danışıram. Müsahibəm çox gözəl şəkildə gedir. Amma elə yəni xanımlardan qarşılaşıram ki, Honda olub çıxanlarla. Onlar bilirlər artıq hər bir şeyi. Onlar yəni bildikdə bu şəkildə deyirlər. Amma başqa bir şirkətlərdə işləyəndə ümumiyyətlə heç belə bir biznesdən anlayışı olmayandan, yəni mən gözəl şəkildə istər necə deyim, məhsullarımızı, istər qazanan xanımlarımızı, istər işimizin gözəl etaplarını gözəl şəkildə anladıram və həm necə deyim, danışıqla, həm də enerjimlə o xanımla razılaşıram bu yerində. Sadəcə olaraq bu Honda işləyənlərdən biraz şeydir. Aha, liderim, baxın, olub işləyib çıxanlar zaten çıxıblar da, belə deyək. Ola bilər ki, hansısa bir hissəsi qaydar, ola bilər də hansısa bir hissəsi sadəcə elə belə maraqlanır.
Onlar da belə deyək də, yəni bu normal haldır. Dediyim kimi yenə statistika. Hər kəs hər deyəcək deyə bir şey yoxdur. Siz əsas oda işinizi adi qaydası ilə necə var, inkişaf elətdirərək özünüzü davam elətdirin. Yəni bunun rütbəyə heç bir aidiyyatı yoxdur. Onu düz deyirsiniz liderim. Hətta bu günlər mənim ilk qeydiyyatım o oldu ki, mən o Honda işləyib, artıq 2 ay işləyib çıxmışdı. Satışla indi məşğuldur. Amma mən hər bir şeyi anlattım. Yəni bunlar da etap-etapdır. Gözəl şəkildə mənimlə anlaşdı, razılaşdı və qeydiyyata gətirdi. Yəni belə də olur. Amma çox vaxt belə haldan rastlaşdığıma görə istədim ki, sual verim. Siz də çox sağ olun ki, gözəl şəkildə sualıma cavab verdiniz. Liderim, bu olacaqdır. Biri var ki, insan heç məlumatlı olmaya işdən. Biri də var ki, bir müəyyən qədər işləyib. Adətən o yarıda çıxan xanımlarımız, muz qoyub çıxan xanımlar olur da əksəriyyəti. Yarıya qədər, belə deyək də, müəyyən qədər işləyib, özünü ağıllı hesab edən xanımlar da olur bəzən ki. Elə düşünürlər ki, hə, mən hər şeyi bilirəm. Ya ki, öz aləmlərində direktor axtarışında olurlar ki, direktordan hələ özlərində bir şey yoxdur. O direktordan nələrsə umacaqları olur ki, bəlkə mənə kömək eləyə, nəsə ola. O düşüncə ilə direktor axtarırlar. Ona görə, yəni elə insanları mən zəif insanlar qəbul edirəm. Ona görə elə insanlara, yəni enerjinizi sərf etməyə dəyməz bəzən. Çox sağ olun. Təşəkkür edirəm liderim. Buyurun, xanımlardan kimsə səsləsin. Var xanım, axşamınız xeyir olsun. Axşamınız xeyir. Sizə ilk öncə 2 sual vermək istəyirəm. Birinci Buyurun. sualım odur ki, Nübar xanım, bu gətirdiyimiz xanımlar gəlirlər, amma işləmək istəmirlər. Bununla bağlı biz nə etməliyik? Bir də ki, mənim çevrəmdə elə bir insan, tanıdığım insan, nə də ki, TikTok vasitəsidir, Instagramda, yəni paylaşımlar etmirəm də. Mən Aha. özüm təkdə işləyə bilmərəm ki, mən gəlib hansısa bir mərhələyə çata bilim. Mən nə etməliyəm? Xahiş edirəm, bu barədə məlumat verərdiniz. Liderim, birincisi TikTok, Instagram bizim işimizdə lazımdır. Bunu deyim. Bilmirəm, indi sizdə ola bilər ki, bəzi xanımlarımızın ailə vəziyyəti buna icazə vermir. Bəzi xanımlarımız da özündə sadəcə bəhanə yaradır ki, mən bunu işlədə bilmərəm. Bu tərəfin deyim. Birincisi bu. İkincisi də WhatsApp-da da hal-hazırda xeyli üsullar var. Mən bir dəfə qruplarda atmışdım, amma uzun zaman keçibdi. Yenə də inşallah ki, bu barədə bir təlim hazırlayıb mini təlim ataram Uğur Akademiyasına. Deməli, baxın belə deyim sizə. WhatsApp-da da xeyli təlim metodları, belə dəvət metodları var və WhatsApp üzərindən də eləmək olur. Məsələn, linklərinizi paylaşdıra bilərsiniz. Ola bilər ki, sizin ətrafınızda kimsə yoxdur, amma ətrafınızda insanlar var. Kontakt genişləndirmə eləyə bilərsiniz. Sonra hədiyyələr qoya bilərsiniz. Hədiyyələrlə link paylaşdırmaq, yaxud da ki, daimi olaraq qarşılaşdığınız insanlara fərqli formalarda onları kontaktınıza cəlb eləyə bilərsiniz. Yəni bu şəkildə də belə deyək, müxtəlif üsullarla dəvət eləmək olar. Yəni mənim komandamda hətta belə deyək, turkuaz rütbəsinə qədər sadəcə WhatsApp linki ilə gələnlər var. WhatsApp vasitəsilə dəvət edən xanım var. WhatsApp qruplarında, linklərində paylaşmışam. Yenə də alınmır. Əlavə eləmək istəyirəm. Sizin bax buradakı xanım var ya, danışdığı TikTok məsələsini. Elə buyurun. Mən əlavə eləmək istəyirəm. Deməliyim, hal-hazırda mənim komandamda elə xanımlar var ki, onlar da yəni nə nömrəsini qoya bilir, nə özünü paylaşa bilir, yəni ümumiyyətlə özünlə bağlı heç bir şey eləyə bilmir. Niyə edirlər? Hansı üsula əl atıblar və bunun da effekti oldu. Bugün TikTokdan bir xanım qeydiyyatdan keçmək istədi. Onunla danışdım, iş haqqında məlumat verdim. Deməli, xanımlar yenidir. Niyə edirlər? Paylaşım eləyirlər TikTokda. Geri dönüş olanda mənə yönəldirlər və deyirlər ki, yazanda bu nömrəyə deyin ki, Ceyhunə xanım sizi yollayıb da mənə. Vəssalam. Yəni bu şəxs yazır, yeni xanımdır, kimdirsə TikTokdan yazıb. Mən paylaşmamışam ha TikTokda. Amma mən bilirəm, yəni komandamda olan xanımlardan paylaşıb. Və mənə deyib ki, sizin nömrənizi mənə filan kəs verir. Mən sırası tanıyıram kimdir. İş haqqında məlumat verirəm. Deməli, iş haqqında məlumat verəndə sizə bir-iki dənə üsul deyim, burada xanımlar eşitsin. Biz deyirik 35 manat, düzdürmü? 35 manat işlətməyin. Deyin ki, 3-4 dənə məhsul alasınız, aylıq şərti yerinə gətirəsiniz, komandanızı böyüdəcəksiniz, qazanca çıxacaqsınız. Mən misal üçün bu iş haqqında məlumat istəyir. Mən deyirəm ki, qeydiyyat pulsuzdur. O öz yerində.
Siz burada qeydiyyatdan keçərək hədiyyə qazanırsınız. O da öz yerində. Aşağı qiymətə götürürsünüz. Plus da satış eləyəndə buradan qazanc götürürsünüz. Amma əgər daha qəşəng qazanc götürmək istəyirsinizsə, komandanızı böyüdəcəksiniz. Qorxmayın ki, ətrafınız yoxdur. Siz mənim ətrafımla deyilsiniz ki, görürsünüz, yəni ki, sizlə danışıram. Və bir də bir şey var, yəni mən bunu işlədirəm və mənim ona görə postoyanlı qeydiyyatlarım olur. Mən deyirəm ki, bax, misal üçün, tutaq ki, düşünün ki, siz 5-cisiz qeydiyyatda. Sizdən sonra onsuzdakı qeydiyyatlar gedəcək. 6-cı, 7-ci, 10-cu, 20-ci. Siz təsəvvür edin ki, siz elə bir ki, yerini tutmuşsunuz 5-cisiz. Sizdən sonra 20 nəfər gəlir qeydiyyata keçir. Düzdürmü? Nə baş verir? Onlar da sizin komandanız sayılır. Yəni qorxmayın ki, siz tək başınasınız. Mən burada komanda qura bilmərəm. Sizə dəstək veriləcəkdir. Bu sözü həmişə işlətmişəm və həmişə də qeydiyyatla nəticələnir. Təbii ki, yəni boş-boş demirəm, yalan demirəm. Zaten də bilirsiniz ki, bir qol insan qeydiyyatdan keçirsə özündən sonra mütləq qeydiyyatlar gedir. Yəni bu yalan deyil. Və ona görə də dəstəkdir. Bu üsul həmişə yarayır. Sözünüzə qüvvət, elə o məqamı mən deyəsiydim, unutmuşam təlimdə deməyi. Baxın, Buyurun. mən də müsahibələr keçən zaman işin 3 tərəfində izah eləyirəm. Yəni, qarşımdakı insana həm bura alıcı olaraq qoşula biləcəyin, həm belə deyək də, biznes qurmaq üçün, həm də satış eləyərək, əgər satış bacarığı varsa, satış eləyərək qazanc götürə biləcəyin deyirəm. Hətta mənim hal-hazırda komandamda xanım var ki, sırf satış eləyərək hər ay fikirləşin ki, zümrüdün pulundan belə artıq pul götürür. 200 manatdan çox qazanc götürür. Fikirləşin, nə qədər hədiyyələr qazanır. Yəni, özümüz, hər birimiz burada olan xanımlar bilir ki, Home Life qədər hədiyyə verən bir şirkət yoxdur və həmin hədiyyələr də sizin üçün qazancdır. Təsəvvür edin, xanım, yəni heç komanda qurmur, bir şey eləmir, sadəcə satış edir və satış edərək hər ay deyir ki, mən 150-200 manatdan yuxarı gəlir götürürəm satışdan. Mən ona görə mütləq şəkildə işin 3 tərəfində izah eləyirəm qarşımdakı insanlara. Yəni, sən alıcı, əgər heç biznes qurmaq fikrin yoxdur, amma keyfiyyətli məhsul istifadə eləmək istəyirsən, bilmək istəyirsən ki, tərkibi təmiz, sağlam məhsul işlətmək istəyirsən, qoşula bilərsən, alıcı ola bilərsən və endirimdən yararlanıb hədiyyələr qazana bilərsən. Satışla məşğul ola bilərsən, pulsuz hədiyyələr qazanıb onları da qazanca çevirə bilərsən. Çinində 30%-ə qədər endirimli məhsullar əldə edəcəksən. Üstəgəl də daha çox qazanc istəyirsənsə, daha çoxunu əldə etmək istəyirsənsə, biznes qura bilərsən burada. Və adətən xanımlardan soruşuram, qeydiyyat olduqdan sonra belə adətən xanımlardan soruşuram, sən hansı istiqaməti seçəcəksən? Çünki həmin xanımı o istiqamətdə öyrədirəm. Liderim, Buyurun. artıq Çiləm xanımın da təlimi var. İstəyirsinizsə yavaş-yavaş yekunlaşdıraq, çünki üst-üstə düşür təlimlər, o birisini artıq Məncə qoşula bir bilmirik. saatımız artıq tamamdır, yekunlaşdıraq. Tamam, Kiminsə artıq sualı 15 olsa dəqiqədə da, keçib. Qrupa yazarlar o zaman. bəli, kiminsə sualı olarsa Uğur Akademiyasına yazarsınız. Nə suallarınız olsa cavablayacağam. İşarələyərsiniz, mən cavablayacağam. Oldu.